Salam aleykum əziz qardaşlar. Bu maşını çəkməkdə məqsədim nədir? Maşın zədələri var, amma ucuz qiymətə almaq olar deyənə. Santa Fe-dir, 2024-dür. 360 ilə falan, polnu full komplektasiyada belə deyək, Luknazar. 1.6 motor hibrid. Niyə çəkirəm? Bunun zədələri var, göstərəcəm. Yəni adam var ki, özünə maşın alır, deyir mənə zədə, kraskalanan detalın o qədər fərqi yoxdur. İşini gördürür. Yəni bunu ucuz almaq olsa, yəni 7600 dollardan bu maşın oyuna çıxır. 34.000 yürüyüşlə 2024 hibrid. Maşına deməli olunacaq şeylərdən. Baba görürsünüz, dəmirçi işi görsə, baba bu işi görməlidir. Maşının bax kabin hissəsidir, lonjirondur, bax fikir verin. Su sokunacan sınmayıb. Deməli amma alınacaq şeylər nədir? Bax bu iş, bunlar görülməlidir. Mən yenə də çəkirəm hər bir halda. Yəni ki, ucuz udmaq olsa falan. Bax maşın qapısı dəyişilməlidir. Güzgü qarşı qapısı alınmalıdır, şüşəsi alınmalıdır. Nəsə bir sözlə qapının için abifikasiyası yerindədir, amma qalan şeyləri alınmalıdır. Kırlası alınmalıdır. Qabaq bu düzələcək. Qabaq para alınmalıdır. Qabaq bamper, əslində bamper özü, şatırlar yerindədir. Ən vacib pula gedən şeylər, tapılmayan şeylər. Bax ikisi yerindədir. Abirçovka, bəli, abirçovka da yerindədir. Deməli, bamperin özün kusokunu tapıb. Dalinə üçün zəhmi olar. Çünki bax buracan yerindədir. Buradan dabafka indi göstərəcəm sonra bir tərəfdə. Bu belə, bu tərəfini izah elədim. Paran şüşəsi düzəlməlidir. Bax, bamper orada, bax, buradan kusok kəsiydi. Bax, bu hissəsini tapıb Santa Fe'nin bamperini qoymaq olar. Qalan şeyləri hər şey üstündədir. Getdi. Kırıla düzəlməlidir, qapı düzəlməlidir. Bax, bu hissəsi rəngləməlidir. Getdi. Arxa çaşqa dəyişilməlidir. Bu üzrə demək olar alınan heç nə yoxdur. Yenə də çəkirəm də. İndi deməyin sonra ay necə belə çox. Bagaj alınmalıdır. Arxa stoplardan üstünün şüşəsini də dəyişə bilərsiniz. İstəsəniz stopunu da bilərsiniz. Bax burada da görürsünüz bax belə. Deməli maşını qaldıraq. Kim alsa Xerox aparatının üstündə verəcək. Bax qranat göstərir. Buradakı qranatı var. Yəqin bəli. Maşın farasının biri də içindədir. Müəyyən şeylər var içində deyim sizə. Panel bu yerindədir qardaş, amma deyib də. Yox, paneli yerindədir. Panel yerindədir, amma deyəm, lap şey baxma. Ya qardaş, panel belə yerindədir. Paneldə zədə yoxdur, bax, şeylə yox. Şey, nədir, arxa şiveller. Arxa şivelleri qırıqdır, arxa bamper. Yəqin bilmirəm, bunu özünü düzəldərlər, ya yoxsa alarlar. Axır belə, 7.50 idi. Qapının içi başı yerində, şüşəsi yerində, qol qapı alınacaq buna. Yəni ucuz almaq, yəni bunu bilirsiniz ki 19.000, 20.000 dollara heç almaq olmur da 1.6-nı. Yəni, bunun məsəl üçün 12.000 dollara da alsın, 11.000 dollara, 12.000 dollara alsın. Mənə elə gəl ki bir belə şey, şülərini zadını alma bir 5.000 dollardan bunu neysə eləmək olar. Belə, çəkdim yenə də mən.